Louisiana ştatı məhkəməsi qəsdən adam öldürməkdə ittiham olunan Mike Lassiter'in işinə baxmağa başlayır. O öz atasını qəsdən, məqsəd yönlü şəkildə qətlə yetirib. Mən onu heç bir dəlil olmadan müdafiə eləməliyəm. Dəlilləri özüm tapıb çıxarıram. Onu gözlənilmədən öldürüblər. Məyər siz hadisə vaxtı oradaydınız? Mən duşa getdim. Sonra isə mən oradan çıxanda... O ölmüşdü. Bunu çoxdan eləmək lazım idi. Bu hadisə barədə kiməsə danışmısan? Yox, mən utanırdım. Michael, həmin an sən təhlükədəydin ya yox? Cavab ver. Hə, elə həmin o an. Mike'ın nə deyəcəyini ağlınıza gətirə bilərdiniz? Əlbəttə ki, yox. Deməli, heç bir sübut yoxdur. Müttəhimin təqsirini təkzib eləyin və onu bu kabusdan azad eləyin. Vəkil 31 iyul 22:15-də